Geri qaytarma əməliyyatının icrası ticarət modulunda əməliyyatlar hissəsində yeni əməliyyat düyməsinə daxil olmaq həyata keçirilir. Burada geri qaytarma əməliyyatını seçdikdən sonra geri qaytarmanın tarixi, valyutası, eyni zamanda məhsulların geri qaytarılacağı təsisatçının, yəni qarşı tərəfin adı seçilir. Müvafiq olaraq menecer və məhsulların geri qaytarılacağı, yəni çıxacağı ambar seçimlər edilir. Daha sonra qaytarılacaq məhsulların siyahısı formalaşdırılır. Qaytarılacaq məhsulların qiymətləri və sayları müvafiq olaraq qeyd olunur. Geri qaytarılacaq məhsulların siyahısı formalaşdırıldıqdan sonra bu məhsulların dəyərinin ödənişi tədarükçüdən geri alınacaqsa, ödənişin qəbul edildiyi hesab növü və eyni zamanda hesabın adı seçilərək əməliyyat təsdiqlənir. Əgər alınan məhsulların ödənişi edilməmişdirsə, bu zaman geri qaytarma əməliyyatı zamanı əvəzləşdirmə düyməsindən istifadə edib qaytarılan məhsulların dəyəri təsisatçıya olan borcla əvəzləşdirilə bilir. Bu iki haldan heç biri deyilsə, məhsul alınan zaman ödənişi edilmişdirsə və bu məhsulların ödənişləri təsisatçıdan geri alınmayacaqsa, o zaman avans düyməsindən istifadə olunur. Avans düyməsi aktivləşdirildikdən sonra geri qaytarılan məhsulların dəyəri qeyd edilib təsdiqləndikdə məhsullar ambardan çıxaraq təsisatçıya geri qaytarılmış olur və bu məhsulların dəyəri təsisatçıda verilmiş avans olaraq balansda görünməyə başlayır.